Pardon, bestimate ute yam. Zənginlərin qibtə edebileceği hayat. Eller ute. Det er sånn som jeg pleier å kjøpe meg sånn real turmat når jeg er på tur. Men den der vil det være. Og så spise det hjemme er helt forferdelig. Hvor er det? Men å ha det med Hvorfor? Ja. Mange forskjellige kebab. Remzi Bəy kebabın sirləri haqqında mühazirə oxuyur orada. Hvor er det? Hvor mange santimeter? Ha. Se her. Så langt. Ja. Kanskje Men kom du helt i bånn nå? 70. Ja. Jeg prøver å legge en til. Bu balıq tutmaq üçün böyle deşdi. Burada digər tərəfdən ən maraqlısı olan bax budur. Ocaq buzun üstündə. Quru? Ja. Tuna? Ay, Naat xanım. Så dette er is. Sånn. Det blir her, ja? Der Heidi. Hun jobber. Çok güzel insanlardır Norveçliler. Süper. Må vi ha tursjokolade? Guru, hvor mange er her, kanskje? 70 centimeter. 70 centimeter, det er is. Ja. Men sjøen, dypet, Å ja, det vet jeg faktisk Du- ikke. kanskje 3 eller 5, ja. Kan 5 meter kanskje? 5, Ja, 6? ja. 5-6 metre derinliği olabilir deyir burada. Belki de çok, belki de biraz az. Ama ümumiyyətlə göl özü dərin göldür, böyük göldür, həddindən artıq böyüdür göldür. Bu gölün digər tərəfləri də var. Baxın, orada da balıq tuturlar. Görünmür buradan, belə. Mənə maraqlı olan bilirsiniz nədir? Buzun üzərində ocaq qalamağımızdır. Bu arada sizdən rica edirəm ki, kanalımıza abunə olun və bəyəndim düyməsini sıxın və yaxud şərhlər yazın. Bu bizim sadəcə hobbimizdir Norveçdə. Geza ikinci şeyi deşiyi açır, orada yer açır, balıq tutmaq üçün buzda. Biri buradadır. 2 nəfər ikimiz balıq tutacağıq deyənə, orada ikincini də açır. Bax belə. Geza, du er professional. Nei. Jeg bare ser for litt for mye Discovery. Oo. Bak derinliğine bak kadar gelir. Men jeg tror vi kan kjøre på den isen. Det Ja, er bare- det tror jeg. Sånn. Ja? Ferdig? Ja. Sånn. La oss prøve. Ja, Rogar. Sånn. Så her. Qarğıdalın töktü ki Geza. Du vet Rogar, jeg tar ut med henne første Ja. gang. Bare for det, spesielt for det, for å ikke ha denne. Ja. Vi må fjerne denne. Ja. Jeg Qarğıdalın kaster litt mais inn. töktü Kanskje noen ki fisk şey kommer. olsun. Balıq gəlsin deyənə. Sånn Və appetizer. burada töktü qarğıdalını. Ən maraqlısı da bax budur ya. Ən maraqlısı bax budur. Jeg får ikke ape. Ya, Uko. Ən maraqlısı budur. Buz üzərində. Vallahi bu mənim üçün maraqlıdır. Birinci dəfədir. İnanmırdım ki, belə bir şey olar. Amma görsən, hər şeylə gözəl olan Norveçlilərdir. Maraqlı olan. Ramazan bəydir, bir dənə də burada İran Azərbaycanlısımızdır, türkümüzdür. Bax burada
Bak 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 bak. Aha. Təxminən nə qədər Rəmzi bəy? 70 sont olur. 70. Rəmzi bəy, bu İrana göndərərsən ki, bax belə bir şey də eləmişəm mən. Süper. Lap süperdi ya. İndi bura qarğıdalı atmaq lazımdır ki, gəlsin, hə? Det er jo Başı yox. pølsepinne og pinnebrødpølse. Ay ya. Pinnebrødpinne. Ya, Niko. Bu qurudu, qurunu görmüşdünüz keçmiş videolarımızda. Gözəl insanlardır. Haydi, Tuna, onlar balıq tutmaqsız şeyləri hazırlayırlar. Halal olsun vallahi bu insanlara. Güzel, süper. Og så sånn. Men det er ikke sikkert at de passer. Så du må liksom, se her nå, Jajan. Du må gjøre sånn. Og så må du sette ned foten. Kanskje jeg gjør det. Jeg gjør det. Nei, jeg gjorde ikke. Klarte ikke selv heller. Ja. Nå sitter den fast. Er det riktig? Ja, sitter den fast. Når jeg skal falle, han skal ta vid. Og da må du liksom... Təzə lış sürənlər üçün yaxşı dərs ola bilər. Maraqlıdır. Mən sürməmişəm. Hələ cəhd eləməmişəm. Gölün üzərində lış sürmək. Kanalımıza abunə olun dostlar. Buna görə minnətdar olarıq sizə. Sağ olun, çox sağ olun. İnşallah növbəti videolarda görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın, sağ olun. Ayağımızın altında 5 metr, 10 metr müxtəlif dərinliklərdir. Müxtəlif yerdə müxtəlif dərinliklərdir. 10 metr, 20 metr, daha da çox olan dərinliklərdir. Göldür. Və üzərində buz tutub və üzərində belə lış sürürük.